Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizinlə taxta üzərində bu formada abidələrimizi işləyəcəm. Sadə formada çəkdim. Ümid edirəm siz məndən daha gözəl rəsmlər işləyərsiniz. Taxtanı xarı bülbül formasında kəsmişəm. Fərqli dekorları da sınamaq olar. Bu taxtanı istəsəz inşaat yerində alıb orada da kəsdirə bilərsiniz. Bunun üçün əvvəlcədən kağız üzərində qəlib formada kəsib aparın ki, sizin üçün rahat olsun. Yaxud da ustalar özü bilirsə çəkməyi daha yaxşı olar, onlar çəksin. Yəni hər iki formanı sınaya bilərsiniz. İstəsəz rahat olması üçün deyirəm ki, böyük kağız batman ölçülü kağız götürün, orada çəkin və sexdə kəsdirə bilərsiniz. 1 sm-lik dik desəniz, material olaraq inşaat yerlərindən əldə edə bilərsiniz. Boyamaq üçün bizə əsasən qəhvəyi tonlar lazım olacaq. Yəni daş rəngi, boz, qəhvə tonları, ən çox bu rənglərə üstünlük verdim. Amma ara fonlarda yaşıl çəmənli və yaxud da başqa mavi səma lazım olacaq. Ən çox lazım olan rənglər qəhvəyinin tonları olacaq.
Xarı bülbüllərdə yaşıl hissədə çox az sarı rəng var. O görüntü üçün biraz sarı rəng də əlavə elədim. Və onu da göstərmək istəyirəm ki, su ilə səmanı eyni rəng boyamayacağam. Yəni mavilərin arasında çox az fərq var. Sizə daha yaxından göstərmək istəyirəm. Mən bu mavini özüm əldə eləmişəm. Tünd göyə ağ rəng qatıb. Digər sağ əlimdəki mavi isə hazır satışda bu formadadır. Yəni tonlama olaraq digər rəngi əldə etmək üçün tünd göylə ağ boyanı qarışdıra bilərsiniz. Kontur xəttləri incə fırça ilə də işləmək olar. Fikir olsun deyə sizinlə paylaşıram ki, makerdən də istifadə edib kontur xəttləri hazırlaya bilərsiniz, çəkə bilərsiniz. İçəri hissəni isə boya ilə işləyəcəm. Boyayla makerin fərqini sizə göstərmək istəyirəm ki, maker quruduqdan sonra biraz bozarır, amma boya bu formada parlaq qalır. Və təxmini olaraq içəri keçid görüntüsünü əldə etmək üçün çox az formada narıncı boya ilə boyadım. Və xarı bülbülün özünün kontur xəttləri üçün qızılı boyadan istifadə edəcəm. Bunu da inşaat materialı olan yerlərdən əldə eləmişəm. Mebel üçün, taxta üçün, boyamaq üçün nəzərdə tutulur və yaxud da evlərdə alçıpan üzərində dekor işləmək üçündür. Boya tam quruduqdan sonra askı üçün ip hazırlayacağım. Kiçik mismarlardan vurub sonra ipi keçirdəcəm və xarı bülbülün hansı formada duracağını qərarlaşdırın. Təxmini olaraq mən yerdə ayaq üstə qoyub hansı formada dayanacaq həmin yeri karandaşla işarələyib daha sonra mismarladım və bu hissəni belə də saxlamaq olar, amma ip bağlamayacaqsınızsa mismarların ağzını biraz aşağı fırladın ki düşməsin divardan. Mən ip bağlayacağım deyə elə bu formada saxladım. Bugünlük bu qədər. Bizi izlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Növbəti videolarda görüşənədək.